Aslan Osmanov yazdı ki Azerbaycan'da aksakkal olmuyor. Rafik Bey yazdı, salam dostlar. Aleykümselam əziz kardeşim, hoş geldin. Yani bilmirəm vallahi, yani aksakkal meselesi biraz qəriz məsələdir. Bilirsiniz nəyə görə deyirəm? Ona görə ki, yani Azerbaycan'da aksakkal ümumiyyətlə, yani dövlət səviyyəsində, yani dövlət böyük ailə səviyyəsində orada aksakkallıq eləmək bilmirəm necə olar. Yani burada ancaq o yerdəki dövlət var, o yerdəki konstitusiya var. Orada mən düşünürəm ki, orada aksakallığı ancaq konstitusiya və qanunlar eləyə bilər. Yəni orada hansısa deyək ki, Heydər Əliyev kimi bir gədə gəlib orada aksakkallıq eləyə bilməz. Birincisi gərək, yəni saç saqqal ağarmaqla aksakkallıq olmur ki. Biz hamımız da bilirik ki, Heydər Əliyev hansı yuvanın quşudur və hansı dələduzluqlardan keçib. Yəni Heydər Əliyevin deyək ki, bu ümumiyyətlə 50-ci ildən üzübəri, yəni Azərbaycanda deyək ki, müharibədən sonra Heydər Əliyev KGB-yə daxil olub və orada başlayıb işləməyə, yəni Rusa satmağa, sata-sata da gəlib deyək ki, 67-ci ildə KGB-nin sədri, 69-cu ildə artıq yəni bu özünü təsdiq elədi ki, bu artıq yəni bu burada Azərbaycana başçılıq edən istənilən Rusdan, istənilən Ermənidən yaxşı sata bilər Azərbaycanı və ona görə də bunu gətirdilər Azərbaycan Sovet Sosialist Respublikasının birinci katibi qoydular. Və Heydər Əliyevdə bütün nəyi var, yadınızdadırsa, yəni mənim çox gözəl yadımdadır, 79-cu il, 78-79 mən Bakıya gəlişim və Bakıda mağazalarda nəyin olub, nəyin olmamasından, ətin 2 manatlıq ətdən, ümumiyyətlə mən inanın, məsələn, deyək ki, Bakıda mən çox vaxt bilirsiniz ki, bizim müsəlman aləmi, yəni İslam dininə aid olan insanların çoxu, məsələn, Bakıda o 2 manatlıq əti yeşirməyib. Ona görə ki, onu halal hesab eləmədiklərinə görə, yəni müsəlman qaydalarıyla kəsilmədiyinə görə, onlar sadəcə olaraq 5 manatını verirdi, vaxt 5 manat verərdi kilosu. 5 manat verirdi, 5 manatla da 2 kilosu ət alırdı, yeyirdi, bundan da yəni bu qədər bəsidir. Yəni o nöqteyi nəzərdən. Və bu gün də, məsələn, deyək ki, bu Nigar xanımın bu özdə belə çox ağıllı danışması, yəni deməz ki, güya ki, məsələn, deyək ki, xaricdə oturan blogerlər Azərbaycana, deyək ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xəyanət edib, onu satmağından danışır. Yəni bu şərəfsiz çox gözəl bilir ki, bu özü İlham Əliyevin yanında olmaqla, yəni İlham deyəqin bu xarici ölkələrdə deyir, mən Azərbaycanı təmsil etməklə, yəni jurnalist, siyasi şərhçi, yəni bu Türkiyədə, nə bilim, başqa yerlərdə görünür, indi hansısa kanalda, hansısa İlham Əliyevin media qrupunda, yəni orada aparıcı kimi və yaxud da jurnalist kimi fəaliyyət göstərib. Bu qədər bəsit və o nöqteyi nəzərdən də təbii məsələdir ki, bunları sadəcə olaraq mən, məsələn, deyək ki, bugün Azərbaycanda, məsələn, AzTV-nin özünü götürək və yaxud da otobüs kanalları, orada deyək ki, aparıcı kimi də, deyək ki, başqa sahələrdə işləyən insanlar var. Onların hamısı belə şərəfsiz deyil ki. Məsələn, onlar heç yeri, məsələn, deyək ki, indi adam var, bizdə bir şey var idi, Ermənistandan gəlmişdi, adı neydi, uğraşın. Deməli, bu, hamımız bir yerdə, bir redaksiyada işləyirdik. Təsəvvür edin, bu çalışırdı ki, hərdən bir, deyək ki, sujetlər hazırlayanda o yataqlanma ilə bərabər hakimiyyətlə falanla bağlı sujetlərə girir, orada müəyyən açıqlamalar falanlar, yataqlanmaq nöqteyi nəzərdən ki, yəni önündə sonunda bu yavaş-yavaş bir də mən baxdım, gördüm ki, bu Sahib Aliyev kimi, bu da deyək ki, o yadımızda da Sahib Aliyevində bu gün də parlamentdə, deputatda hələ də fəaliyyət göstərir. Yəni sata-sata gəldi və bu gün də deputatlıqdan düşmür və ağlına da gələni danışır.